ilin ən isti günlərini yaşayırıq. Havaların isti keçməsi və quraqlığın baş alıb getməsi isə ən çox zərəri kənd təsərrüfatına vurub, əhalinin min bir əziyyətlə əkib becərdiyi susuzluqdan tələf olur. Kənd Təsərrüfatı Nazirliyi isə gələcəkdə bu kimi problemlərdən qaçmaq üçün əhalini xəbərdar edir ki, məhsullarını vaxtında sığorta etdirsinlər. Kənd Təsərrüfatı Naziri Heydər Əsədov deyir ki, bu ictimaiyyətdə bu istilərlə, bu istiqamətdə hökumət yeniliklər etməyi də planlaşdırır. Biz Maliyyə Nazirliyi ilə birlikdə kənd təsərrüfat məhsullarının sığortası haqqında qanunu hazırlamışıq. Artıq səhv etmirəmsə bu həftə ya təqdim olunub ya gələn həftə təqdim olunacaqdır. Ümumilikdə əhali bilməlidir ki, bu dövlətdə hansı təbii fəlakətlər təxminən gözlənilir, quraqlıq gözlənilən haldır, təbii fəlakət gözlənilən haldır və öz məhsullarını dövlət böyük hissəsini özlərinə götürəcək, bu cür təbii fəlakətlərdən sığortalanmalıdır və mexanizm işləməlidir. Sadəcə hadisə baş verdi, dövlət hardasan mənə bu vəsaiti niyə ödəmir? Belə yanaşma metodu düzgün metod deyil.